Gəncədə güclü külək fəsadlar törədib. Gecə saatlarından qəfil əsməyə başlayan külək şəhərin Heydər Əliyev prospektində Mirzə Abbas Abbaszadə küçəsi, Totallı dairəsi 3-cü, 4-cü mikrorayonlar arası və şəhərin digər ərazilərində iri gövdəli ağaclar aşırıb. Həmçinin şəhərin Füzuli və Nəriman Nərimanov parklarında ağaclar qırılıb. Parkların birinin yaxınlığında küləyin qırdığı ağac avtomobilin üzərinə aşıb. Bundan başqa iri gövdəli ağacların biri Totallı dairəsi adlanan ərazidə şəhər sakini Bahar Niyazovaya məxsus meyvə-tərəvəz mağazasının üzərinə düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Heç nə, burada bu çınar ağaçları, köhnənin çınar ağaçları da ay bala. Onu da vaxtında budamır, bu aidiyyatı qurumlardan xahiş eləyərdik. Bunu budasınlar və nəzarət eləsinlər. Burada 3 dənə vысokий keçir ağacın düz içindən. Onlar budanmalıdır ki, o da bir-birinə dəyib, iskra verib, alovlandırıbdır. Kəsilib, düşüb tutqanın üstünə ağac. Külək, bəli, külək əsdi, orada da vысoklar, yəni 3 dənə xət gedir, gəlib baxa bilərlər. Bir-birlərinə dəydi, ağaca od düşdü. Ağaca od düşəndən sonra ağac da yandı, yarısı kəsildi, düşdü potqanın üstünə. Biz də burada durmuşduq. Yaxşı ki, üstümüzə düşməyib, başımıza düşməyib. Xahiş deyirəm, bu aidiyyatı qurumlardan gəlsinlər, buna tədbir görsünlər. Vaxtında ağaçlar budansın. Güclü külək nəticəsində bir sıra ərazilərdə isə ağacların iri budaqları sınaraq yolun hərəkət hissəsinə düşüb. Bu isə avtomobillərin hərəkətinə mane olub. Şəhərin bəzi ərazilərində ağacların budaqları sınaraq elektrik naqillərini və şəhərin işıqlanma sistemini zədələyib. Hazırda şəhərin bəzi yaşayış massivlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Güclü külək şəhərin Məhsəti qəsəbəsində yaşayış evinin hasarını uçurub. Nəticədə qaz xətti sıradan çıxıb. 200-ə yaxın sakinə təbii qazın verilişi dayanıb. Bununla yanaşı şəhərin bəzi ərazilərində qaz boruları da zədələnib. Gördüyünüz hasar təbii fəlakət nəticəsində, külək nəticəsində aşdı və əsas ciddi zərər görən qaz xəttidir ki, bugün 200-dən çox ailə hal-hazırda qazsız qalıbdır. Biz Azəriqaz Açıq Səhmdar Cəmiyyətinin 104 qaynar xətti qaza xidməti ilə əlaqə saxladıq. Yaxınlaşdı əməkdaşlar və şəkillərini çəkdi götürdü və biz vətəndaşlara bildirdik ki, gördüyünüz hal-hazırdakı kubiklər götürülməlidir ki, qaz borusunun üstü açılsın və 200-dən çox ailə qazla təmin olunsun. 2 saata yaxındır demək olar ki, hal-hazırda 200-ə yaxın ailə qazsızdır və biz gözləyirik ki, inşallah bugün qazla yəqin ki, bərpa olunar. Ərazilərə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin yaşıllaşdırma təsərrüfatının texnikaları və əməkdaşları cəlb olunublar. Yaşıllaşdırma təsərrüfatının canlı qüvvəsi və texnikalarının köməyi ilə küləyin fəsadlarının aradan qaldırılmasına başlanıb. Qırılan iri gövdəli ağaclar yolun hərəkət hissəsindən kəslərə yığışdırılıb. Yollara tökülən ağac budaqları Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən təmizlənib. Qeyd edək ki, hazırda Gəncə və ətraf rayonlarda müşahidə olunan küləkli hava şəraiti davam edir.